aktiv və fəal insan olmaq istəyirsən və tənbəl insan olmaq istəmirsən, bu videonu axıra qədər izlə, bəyən, paylaş və kanala abunə olmağı unutma. İnsan niyə tənbəllik eləyir və qarşısına bir məqsəd qoyanda və ya hansısa bir işi görməzdən əvvəl niyə həmişə özünə deyir ki, durub bu dəqiqə bu işlə məşğul olacam, amma əgər divanda uzanıbsa, divandan dura bilmir və ya telefondan uzaqlaşa bilmir. Çünki hər bir iş bu iki suala cavab verməlidir. Bu mənə nə gətirəcək, nə mənası var? Yəni ki, bir səbəbi olmalıdır görəcəyiniz işin və mənası olmalıdır. Misal üçün, əgər siz marketə düşmək istəyirsinizsə və çörək almaq istəyirsinizsə, özünüzə deməlisiniz ki, filan bir yemək bişəcək, o yeməyi çörəksiz yemək olmaz. Və mənası isə bundan ibarətdir ki, o yeməyi həzzini və dadını çıxarmaqdır. Misal üçün, primitiv misallar çəkirəm və ya zala yazılmaq istəyirsiniz. Niyə yazılım və nə mənası var zala yazılmağa? Niyə və nə mənası var? Bu iki suala özünüzə verin. Misal üçün, xolesterin azalır, insan özünü sağlam hiss eləyir və paltar əyninə yeyəndə, paltar insanın əynində normal oturur və insanın xarici görünüşü də normal olur. Bu iki suala cavab verir. Niyə və nə mənası var? Əgər biz bu iki suala cavab verə bilməsək, həmişə adınıza saxlayın ki, beyin həmişə bizə sual verir ki, mənə bundan nə olacaq, nə qalacaq, nə alacam bu işi görsəm. Ona görə də çalışın maksimal dərəcədə. Əgər qarşınıza bir məqsəd qoyursunuzsa və ya hansısa bir işlə məşğul olmaq istəyirsinizsə, həmişə bu iki sualı özünüzə verin və çox analiz eləmədən durun bu işlə məşğul olun. Əgər bunu görməsəniz, həmişə tənbəllik sizə qalib gələcək. Çünki insan beyni həmişə rahatlığı sevir, çox energiya sərf eləmək istəmir və özünə çətinliyə salmaq istəmir. Və ya maksimal dərəcədə avtopilotda yaşamağı beynimiz sevir. Düşünməyi sevmir və hərəkət eləməyi sevmir. Əgər biz bunu sistem halına salmasaq, yavaş-yavaş özümüzü tərbiyə eləməsək, bu suallara cavab verib, pastayanla sıraca hərəkətə keçməyi, pastayan işləri ki, görmək lazımdır və ya hansısa bir arzumuzun yolunda hansısa bir addım atmaq lazımdır. Bu addımı və işi həmişə təxirə salacaq. Çünki bu bizdən asılı olmayacaq. Beynimiz bizə həmişə məntiq və ağıl əsasında arqumentlər gətirib bizi həmişə geri çəkilməyə vadar edəcək.